Salam gözəllərim, İlməvi kanalıma xoş gəlmisiniz. Kanalıma yüklədiyim yeni videolardan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmuş olarsınız. Qızlar, mən belə bir ədyal toxuyurdum. İndi sizə lap yaxından göstərəcəm. Bilirsiniz də, belə iplərim var. Alize Pulfinin belə gözəl, yumuşaq, uşaq ədyalları toxumağa şirin iplərimiz var. Mən bunlarla ədyal toxuyurdum, sifariş etdim. Sonra ağlıma gəldi ki, niyə görə qızlarım üçün çəkib necə toxuduğumu göstərmirəm. Bəlkə mənə mənim kanalımdan baxıb öyrənən qızlarımız olacaq. Ona görə də nə etdim? Burada 54 dənə ilmə var. İndi əvvəldən balaca motivlə sizə göstərəcəm mütləq. 54 ilmək yığanda burada nə qədər ölçü nə qədər olur deyim sizə. Ölçü olur 90 cm. 54 ilməklə başlayanda. Mən sizə amma balaca motivlə göstərəcəm. Bir də bəzi şeyləri göstərim sizə. Baxın, indi sizə toxuyanda da deyəcəm, amma indi də bir dəfə deyim. Baxın, qəşəng, səliqəli, hamısının yəni istiqamətləri eyni, yəni ki, hamısı eyni sırada, eyni tərəfə gedir, yuxarı sırada hamısı eyni tərəfə gedir. Yəni ki, hər şey möhtəşəm, qəşəng. Burada bizim iplərimizi birləşdirdiyimiz yer var. Onu da göstərəcəm sizə necə birləşdirirəm ki, möhkəm olsun. Öz yolumu göstərəcəm. Siz bildiyiniz yolla da eləyə bilərsiniz, amma ədyalı çevirəndə buna baxmayın. Bu ipin bir ucudur, bir ucunu gizlətmişəm, bir ucu qalıb. Yəni buna baxmayın. Amma burada bir dənə belə balaca sürprizimiz var. Düzdür, bunu da belə hansı ipin arasında yox çıxarda bilərik. Amma niyə görə bir dənə ilməkdir? Yəni bir dəfə səhv elədik, sonra çox yerdə səhv eləyə bilirik. Ona görə sökməkdən çəkinməyin. Toxuduqca nəsə xoşunuza gəlməsə, nəsə yanlış olsa mütləq sökün, onu tezdən davam edin. Qoyun əzabınız, əziyyətiniz heçə getməsin, səliqəsiz bir şeylər alınmasın. Deməli, mən illərdir toxuyuram, amma görürsüz, məndə də bu toxunmamış ilmədir. Buradakı saylar 54-dür. Necə var, elə də qalıb. Amma bu toxunmamış ilmə necəsə olub, bunu toxumamışam da, sadəcə ilmələrin arasında itib gedib. Başqa onu deyəcəkdim ki, mən burada 54 ilmək yığmışam. 52 də yığa bilərəm, 50 də yığa bilərəm. Yəni bu məhz bu naxşı almağımız üçün bizə 2-nin qatları lazımdır. Yəni elə rəqəm qoymalıyıq ki, həmin rəqəm 2-yə bölünən olsun. Məsəl üçün 57 olmaz, 45 olmaz, nə bilim 105 olmaz. Mütləq 2-yə bölünən rəqəmlər olmalıdır ki, çünki bu naxışları indi mən sizə göstərəcəm. Belə 2-2 toxuyuruq da, məsəl üçün bu cür bir-birinin üzərinə qoyub 2-2 toxuyuruq. Ona görə bizə 2-nin qatları lazımdır. Elə isə başlayaq. Balaca bir motiv də göstərim sizə. İnşallah hamımız üçün xeyirli olsun. İndi isə mən sizin üçün balaca bir motiv toxuyub göstərəcəm bu ədyalı necə toxuyuruq. Onu deyim, müştəri məndən 90-a sifariş edib ədyalı. Burada 54 ilməklə başlamışam. Mənə 6 dənə bu sapdan lazım olacaq. Elə isə başlayaq. Mən sizin üçün balaca bir motiv toxuyub göstərim. Deməli, başladıq. Bismillah. Əvvəldə nə demişdim? Demişdim ki, geriyə 2-nin qatları olsun. Mən sizin üçün balaca bir parça toxuyub göstərəcəm. Deməli, bunu kəsməliyik. Çünki ip beləncə balaca qalanda onu gizlətmək rahat olmur. Ona görə bir dənə, əgər uzundursa qoy qalsın, kəsmin. Yox, görsünüz ki, bunun kimi belə balaca hissə, yəni gizlətmək üçün balaca bir hissə qalmışsa, mütləq ilmənin birini açın. İlməni açmaq üçün elə burada baxın, sapla bitişib. Yəni ki, qorxmayın. İlmənin özünü kəsməyin. Ancaq bu sapı kəsəcəksiniz, ilmə özü açılacaq. Deməli, göstərim sizə 1, 2, 3, 4, 5. 10 dənə ilə göstərim. Tutaq ki, siz 54 dənə yığdınız. Sayırsınız belə. Sayırsınız. Bu cür ipimizi düzəldirik. İpin quyruğu hissəsi bu tərəfdə olur. Bizə bu tərəf başlanğıc olacaq. Belə. 1, 2, 3, 4, 5. 10 dənə saydıq. Bu 10. Sonra ipi fırladırıq. İp həmişə mütləq bu cür düppədrüz qalmalıdır. Yoxsa istədiyiniz alınmayacaq. Baxın, 10-cu ilmə buradadır. 11-dən 12. Birinci 10-cu ilməni toxuyuruq. Bizə necə lazımdır? Baxın burada. Beləncə X-lar alınsın. Səbət görünüşü də yəni yaransın. Yəni X formasında toxuyacağıq. 10-cu ilməklə 11, 12. 12-ci ilməni bir-birinə birləşdirəcəyik. Birinci sıra həmişə çətin olur. Diqqətlə baxın. Sonra növbəti ilməni götürürük belə, keçirdirik bu biri ipin üzərinə. Bu hazır. İpimiz də həmişə fikir verməli ki, belə düppədrüz olsun. Fırlanmış falan ip olmasın. Əlimizin altında özünüz görəcəksiniz. Tutanda ipi belə dovşan qulağı kimi qalır. Gördünüz, bu 2 dənəni toxuduq. İndi bu 2 dənəni götürürük və
növbəti 2 dənə ilməni X formasında toxuyuruq. Birincini bu ilmə qalır. Bunun üzərindən biraz yaxına verək bəlkə. Aha. Sonra ikincini belə. Gördünüz X kimi. Sonra növbəti 2 dənə ilməni əlimizdə saxlayırıq. Burada da görürsünüz növbəti 2 dənə ilmə var. Bunu da bu cür X kimi. Bildiniz? Sonra növbəti ilməni bu biri sapın üzərinə keçirdim. Görürsünüz? Bax yenə də 2 dənə düppədüz saxlayırıq və növbəti bu 2 ilməni. Görürsünüz bunlar toxunmayıb. Görürsünüz toxumamışıq bunları. Bunları necə toxuyuruq? Belə X kimi. Birinci sırada olan birinci toxuyuruq. Sonra gələni ikinci toxuyuruq. Baxın bu cür X kimi. Amma bu necə var? Elənə düppədüz qalır. Bunlara heç vaxt dəymirsiniz. Dəydiyimiz bu ilmələr olur. Baxın. Bir dənə toxuduq. Növbəti ilməni o biri ilmənin üzərinə keçirtdik. Gördünüz yenə də. Bu ilmələrə dəymirik. Bu ilmələr elə belə düppədüz qalır. Görürsünüz sonuncu ilmələrimizdir. Bu nə edirik? X kimi. Bu biri ilmənin üzərinə keçirdirik. Bu birisini də bunun üzərinə keçirdirik və sıra bitir. İndi sıramız belə görünə bilər. Amma sizi çaşdırmasın. Və yenidən ipimizi fırladırıq. Burada 10 dənə ilməmiz var. Baxın səhv salmayın ha. Yeni başlayanlar mütləq ilmələri sayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ilməmiz oldu. İndi baxın nə edirik. Millə toxuyan xanımlarımız bilir. Həmişə birinci ilməni biz toxumuruq. Sadəcə milin üzərinə alırıq. Bəzi xanımlar da sonuncu ilməni toxumurlar. Sadəcə milin üzərinə alırlar. Bu da o cür bir şeydir. Deməli, baxın bunu sonuncunu toxumuruq. Sol tərəfdə olanı ya sağ tərəfə dəymirik. Sol tərəfdə olanı toxumuruq. Keçirik növbəti toxumağa. Baxın burada 2 dənə ilməmiz var. Bu 2 dənə ilməyə heç vaxt dəymirik üstəki ilməyə. Bu sonuncunu da toxumuruq. İndi göstərəcəm amma sonda toxunur ha. Sıranı qaydanda bu toxunacaq. Baxın 2 dənə ilməmizi saxladıq. Bunu da toxumadıq. Bunu nə edirdik? Elə bayaqki kimi. Bunun üzərinə, bu ilməni də bu birisinin üzərinə. Gördünüz? Toxuduq. İndi buradan yenə də 2 dənə ilmə əlimizdə saxlayırıq. Bu necə toxuyuruq? X kimi. Bunun üzərinə. Bunu da bunun üzərinə toxuyuruq. Gördünüz? İpləri çalışın ki, həmişə düz saxlayın və fikir verin ki, toxuduğumuz ilməni götürməyək. Çox vaxt çaşırıq, bunu da götürür, amma mütləq fikir verin. Görürsünüz, bunu toxumuşuq artıq. Bunlar kimi belə boş dayanmayıblar. Baxın, yenə də bu 2 dənəni saxlayırıq. Yenə də görürsünüz, növbədə hansı ilmədir? Bu ilmə. Bunun üzərinə toxuyuruq. Sonra növbəti ilməni bunun üzərinə toxuyuruq. Və keçirik növbəti. Bunları yenə əlimizdə düppədüz saxlayırıq. Bunu toxuyuruq. Sonra növbəti ilmə buydu. Bunu da bura toxuyuruq. Yəni bu əlimizdə saxladığımız 2 dənə boşda qalan ilməyə. Baxın burada bir dənə qaldı. Bunu nə edirik? Sadəcə elə belə düz toxuyuruq. Gördünüz, buradan axı birini toxumamışdıq. Bunu da belə düz toxuyuruq. Sonra işimizi təzədən fırladırıq. Yenə baxın 2 dənə ilməni əlimizdə saxlayırıq. Bunlara baxmayın, buna. Bunları heç vaxt X formasında dəyişmirik. Dəyişdiyimiz bu yuxarıdakılardır. X almağımız üçün nə etməliyik? Bunu bura toxumalıyıq. Növbəti ilməni də bura toxumalıyıq ki, X kimi alınsın. Baxın, toxuduq. Növbəti ilməni də bura toxuduq. Sonra yenə 2 dənə ilmə götürürük. Fikir veririk həmişə. Yenə də. Görürsünüz, növbəti ilmə hansıdır? Bu. Toxuduq. Növbəti ilməni toxuduq. Sonra təzədən 2 dənə ilmə əlimizdə hazır saxlayırıq. Sırada gələn hansıdır? Bu. Bu necə toxumalıyıq? X kimi toxuduq. Bu görürsünüz boşda qalıb. Bu birisi ilmə ilə də bunu toxuyuruq. Görürsünüz X alınır. Yenə ilmələrimizi düz saxlayırıq. Həmişə düz olsun. Əyri ya da burulmuş formada olmasın. Görürsünüz 2 dənə sırada ilməmiz var. Bu 2 ilmə. Bunları necə toxuyuruq? Birinci bunu toxuyuruq. Sonra bunu toxuyuruq. Yeni başlayanlar mütləq sıra sonunda 2 sıradan bir həvəsiniz varsa hər sıra sayın. Çünki əgər itirsəz
Elə bilin ki, əzabınız, əziyyətiniz heçə getdi. Bunu bura toxuyuruq. Yadınızdadır, sonuncu ilməni toxumamışdıq. Onu da toxuyuruq. Gördünüz, alındı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ilməmiz oldu yenidən. İndi yenə sapımızı çeviririk, üzü o biri tərəfə. Bunlar toxunmamış ilmələrdir. Görürsünüz, bu toxunub. Nə danışmışdıq? Birinci sırada sol tərəfdəki ilməni toxumurduq. Gedirdik, qaydanda toxuyurduq. Həmişə sol tərəfdəki ilməni yadınıza saxlayın. Toxumurduq. Gedirdik, qaydanda toxuyurduq. Yenə də toxumuruq, gedirik, qaydanda toxuyuruq. İndi baxın, 2 dənə ilmə. Bunu nə edirdik? Yenə X formasında. Birinci sırada olan buydu, bunu toxuduq. Sonra növbətini toxuduq. Yenə əlimizdə 2 dənə saxlayırıq. Birinci, görürsünüz, bundan əvvəldə yoxdur. Birinci bunu toxuyuruq. Sonra növbəti ilməni toxuyuruq. Sonra yenə belə 2 dənə saxlayırıq əlimizdə. Birinci sırada hansı ilmədir, onu toxuyuruq. Sonra növbəti ilməni də bu cür X formasında toxuyuruq. Yenə də belə və bunun üzərinə gəlir, olur X formasında. Gördünüz? Sonda bir dənə ilməmiz qaldı burada toxumadığımız üçün. Onu da boş belə toxuyuruq, amma toxuyuruq mütləq. Yenə də sıramızı çeviririk. Görürsünüz, burada bunu toxumuşduq, amma yenə də toxumaq, çünki solu buraxırdıq. Yenə də baxın, burada 2 dənə boşda ilməmiz var. Birinci hansı gəlir bu? Bunu toxuduq, sonra bunu toxuduq. Sonra yenə 2 dənə bunu toxuduq və bunu toxuduq. Sonra yenə ilmələrimizi düzəldirik, mütləq düzəldirik. Sırada budur. Bunu toxuyuruq və bunu toxuyuruq. Bunu toxuyuruq. Sıradakı ilmə ilə də o birisi ilməni toxuyuruq. Yenə 2 dənə ilmə saxlayırıq əlimizdə. Bunu toxuyuruq. Nə etmişdik qabaqdakı sırada? Bunu toxumamışdıq. Görürsünüz, qaydandan sonra bunu da mütləq toxuyuruq. Toxumasaz olmaz. Toxuduq, əla, qəşəng. Yenidən qaydanda, görürsünüz, bu toxunmamış ilmələrdir. Nə edirik? Bu ilməni yenə toxumuruq. Görürsünüz, toxunmuş ilmədir ya. Amma toxumuruq. Başlayırıq növbəti ilmələrimizi toxumağa. Gördünüz, bunu toxuduq. Ardıca bunu toxuduq. Yenə ilmələrimizi düz eləyirik, ikisini də. Bunu toxuyuruq. Bundan sonra hansı gəlirdi ilmə? Bunu toxuyuruq. Baxın, ilmələri toxuduğunuz ədyanın arxa tərəfində itirməyin, mütləq baxın. Toxuduqca baxın. İndi bir dənə bunu toxuyum, göstərim sizə. Toxuduqca mütləq gözünüz naxışın üzərində olsun. Baxın, mütləqdir ki, birinci sırada bütün ilmələr ha tərəfə baxır, sağ tərəfə. İkinci sırada bütün ilmələr sol tərəfə baxır. Növbəti sırada bütün ilmələr sağ tərəfə gedir. Sol tərəfə gedir. Əgər görsəz ki, biri sağa gedir, biri sola gedir, birinin hardasa səhv eləmişsiniz, o sıranı toxuyun, çevirin, baxın, bəlkə ilməyi falan buraxmışsınız arxa tərəfində. Bəlkə bu toxuduğumuz ilməyi bir dəfə daha toxumuşuq. Çünki onlar görünən hadisələrdir də, belə deyim. Ona görə mütləq toxuduqca baxın. Birinci, hansı sıranı toxursa o sıranın bu sümbül hissələri deyim də, sümbülə oxşayır. Hamısı o tərəfə baxmalıdır. Toxuyuruqsa hamısının üzü bu tərəfə baxmalıdır. Biri bu tərəfə, biri bu tərəfə baxa bilməz. Yəni biri bu tərəfə baxsın, biri bu tərəfə eyni sırada ya. Ola bilməz. Deməli, harada səhv eləmişsiniz, onu mütləq sökün. Sökmək də asandır. Belə asta-asta, səliqə ilə, qəşəng-qəşəng, incə-incə sökürsünüz, özü sökülür. Yəni ki, heç bir zərər ziyan vurmadan, asta-asta. Belə dartıb sökməyin ki, ilmələrimiz böyüyə bilər. İlmələr böyüyəndə də sonra onsuz da motiv, bu iplər elənçinədir ki, bunun arasından barmaqlar falan keçir. Elə olsun ki, burada iri-iri deşiklər qalmasın. Dartılmış ilmələr olmasın. Onsuz da bir müddət sonra toxuduqda görəcək ki, bunların arasındakı deşik hissələri görünür. Məsafələr görünür.
Ümid edirəm ki, sizə aydın oldu. Aydın olmasa yazarsınız mənə, mən sizin üçün bir dəfə də başdan ayağa çəkərəm, göstərərəm. Ya bir dəfə də göstərim, bir dəfə də göstərim, bitsin. Deməli, nə eləmişdik? Toxumuşduq, biz söktük burada. İndi görək, harada səhv eləməmişik. Sökək bir dənə də sıra, göstərim sizə. Nəsə aydın olmasa mənə kommentaryalarda yazın, mən sizə mütləq başa salaram. Baxın, sıranı bitirmişdik, düzdür. Nə edirdik? Görsünüz, bu toxunmuş ilməkdir. Buna dəymirik. Burada 2 dənə ilməyi belə düz eləyirik. X formasında. Birinci gələn ilməklə bunu toxuyuruq. Növbəti ilməklə belə. Gördünüz, 2 dənəni уже toxuduq. 2 dənə ilmə saxlayırıq əlimizdə. Birinci sırada nə gəlir? Bu. Ona görə bunu toxuyuruq. Sonra sırada budur. Bu ilməmizi toxuyuruq. Yenə ilməklərimizi saxlayırıq. Bunu toxuyuruq. Sonra bunu toxuyuruq. Və bu cür sıra sonuna qədər davam edirik. Amma baxırıq ki, sapımızı həmişə düz saxlayaq. Belənçinə. Baxın, görün necə dovşan qulağı kimi düppədüz qalıb ikisi də. Belə çaşdım. Görürsünüz, mən də çaşa bilirəm. Belə. Bu ilmə boşdadır. Nə edirik? Bu toxumadığımız ilmə var deyə onu toxuyuruq. Sonra nə demişdik? Sol tərəfdəki birinci ilməni toxumuruq. Onu saxlayırıq. Və başlayırıq toxumağa. Digər ilmələrlə X formasında. Bu görürsünüz, qaldı boşda. Amma qaydanda onu da toxuyacağıq. Və yenidən bunu, baxın, bunu. Yeni başlayanlar, yenə deyirəm, siz mütləq toxuyanda sıraları sayın. Görürsünüz, bu qaldı boşda. Bunu da belənə boş toxuyuruq. Mütləqdir ki, bu sıraları sayın. Niyə görə saymalısınız? Yenə deyirəm, bir də gördünüz ki, ilmələrin ikisini, toxunmuş ilməni 2 dəfə toxudunuz. Bir də gördünüz ki, belənçinə ilmənin biri elə-belə toxunmamış, arada qaldı, sayını artırır. Yəni ki, elə şeylərə fikir verin və mütləq işi hər 2 sıradan, 3 sıradan bir çevirin. Arxa hissəsinə baxın ki, boşda ilmək qalmasın. Bu toxunmamış ilməyimizdir. Buna fikir verməyin. Bunu qaydanda toxuyacağıq. Yəni arxa tərəfində boşda ilmək qalmasın. Bax, sizə göstərmişdim ha necə. Baxın, bunun kimi. Görürsünüz? Boşda ilmək qalmasın. Yenə deyirəm, bunu ilməklərin arasında gizlədə bilərik. Öz rəngində nazik iplə də tikə bilərik. Ki, yəni ki, möhkəm olsun. Amma bu görünüş bizə lazımdır. Həm bir dənə ilmə itirmiş oluruq, həm də ki, niyə görə əzabımız, əziyyətimiz çoxalsın. Elə toxuduqca arxa tərəfinə baxın, boşda ilmək qoymayın. Sıraları mütləq sayın yeni başlayanlar. Bir də ki, naxışa mütləq baxın. Əgər toxuduğu sırada hamısının üzü bu tərəfədirsə, düz toxumusuz. Hamısının üzü bu tərəfədirsə, düz toxumusuz. Birinin üzü bu tərəfə, birinin üzü bu tərəfədirsə, orada səhv eləmiş. Həmən sıraya qaydın. Həmən sıraya qaydın və baxın. Bəlkə 2 ilməyi, məsəl üçün, toxuduğunuz üzərinə görürsünüz, toxuduğunuz ilməyi bəlkə bir dəfə də toxumusunuz. Sıranda elə bil bu ilməklərin sayını azaltmışsınız. O elə olanda da ilməklər əyri olur. Biri düz olur, biri tərs olur. Hələm-hələm toparlamaq olmur. Toxuyursunuz, baxırsınız, görürsünüz ki, ilmə yoxdur ki, bunlar belə bir-birinin üstündən keçirdəsən, toxuyasan. Ona görə elə şeylərə fikir verin, diqqətli olun. Belə. İndi mən sizə ipimiz bitdikdə ipimizi necə birləşdiririk onu göstərəcəm. Yenə deyirəm, əgər burada bir dənə də ilmək varsa və bu quyruq hissəsi azdırsa, bir dənə ilməyimizi açırıq bu cür. Və növbəti sapı da götürəndə görürüksə əgər bir dənə ilməmiz bu cür birləşib və bu birləşdirmə yeri balacadırsa, onu da ilməni kəsirik və böyüdürük. Yəni birinci dəfə göstərdiyim kimi. Yəni mütləq buradakı quyruqları uzun olmalıdır. Mən bunu necə birləşdirirəm? Mən bunu belə birləşdirirəm. Deməli, 2 dənə ilməni üst-üstə qoyuram. Belə. Burada necə idi? Görürsünüz, 2 dənə ilmək qalmış. Sıra sonunda belə deyim. 2 dənə ilmək qalıb. İndi mən bunu birini belə toxumalıyam, birini də bu cür X formasında. Mən ipi belə birləşdirirəm. 2 dənə ilməni bir-birinin üzərinə qoyuruq və bunu unutmuruq. İstəsəz bunu bir dənə hansısa rəng iplə bağlaya bilərik bu cür.
ya iplə, ya bu cür birləşdiriciniz varsa, işarətləyiciniz varsa onunla. Misal üçün iplə necə birləşdirirəm? Belə yüngülvari 2 ipi, bir dənə balaca ipi kəsirəm. Əslində mən eləmirəm, sadəcə unutmayasınız deyə. Niyə görə? Sonra sonda bunu 2 dənə ilmə bilib yan-bayan toxumayasınız deyə. Bir dənə elə belə yüngülvari düyün atıram. Ən azından bilim ki, bu ilmələr bir dənə ilmə sayılır. İndi baxın, bunu belə toxuyuruq. Gördünüz, toxuduq. İşarətləyiciniz varsa belə işarətləyici ilə də işarə eləyə bilərsiniz. Bu cür. 2 yolun ikisini də göstərim sizə. Baxın, bunu bir dənə ilmək kimi hesablayın. Bu bir dənə ilməkdir. Sonra burada görürsünüz, ilməyin biri boşda qaldı. Növbəti ilməyini də toxuyuruq. Gördünüz, toxuduq. Bunu bir dənə ilmə kimi düşünün. Yenə iplərimizi düzəldirik və başlayırıq normal toxumağa. Baxın, gəldik çatdıq həmən yerə. Bunu neynirdik? Növbəti sırada, yəni bundan sonra bu gəlir də. Bu 2 dənə boşda qalmış ilmənəmizi bu cür əlimizdə saxlayırıq, belə. Bunu bura toxuyuruq və biz bunu nə demişdik? Bunu tək ilmə kimi düşünmüşdük. Və bunu da bura toxuyuruq. Və ardına gedirik. İfşo. O işarətləyicini oradan çıxarda bilərik. Biraz da toxuyun. Baxın. Arxa tərəfində gördünüz, 2 dənə quyruğumuz qaldı. Bunu belə qəşəng sıxırıq. Çox möhkəm də sıxmırıq, amma boşda sıxmırıq. Gördünüz? Şu. Qəşəng. İndi bunları da götürürük belə. İlməkləri gizlədirik. İstəsəz barmağınızla da ilmələri gizlədə bilərsiniz. Mənim milçə ilə daha rahat və səliqəli gəlir. Baxın. Gördünüz? Gizləndi. Bunu da o cür gizlədirik. İndi videonu uzatmayayım deyə. Əla, qəşəng. Bu işarətləyicini çıxardırıq. Bu bizə lazım olmayacaq. Ondan sonra ardında necə istəyirsiniz eləncə də davam edin. Yəni ki, sxemə uyğun da davam edin. Alınacaq. Həm möhkəm olacaq, həm bu iplər bir-birindən qopmayacaq, həm də burada boşluq qalmayacaq. Əslində boşluq qalmayacaqdı. Sadəcə mənim yolum budur. İstəsəz belə eləyə bilərsiniz, istəsəz də adici yolla düyünlüyüb ilmələri bir-birinə belə yaxın, bir-birlərinə çox yaxın. Buradan düyünlüyürsüz. Bu 2 dənə quyruq qalmışdı ya, onları bir-birlərinə düyünlüyürsüz, eləncə də davam edirsiniz. Sonra ipləri gizlədirsiniz. Amma mən daha belənçinə, necə deyim, möhkəm gəlir. 2 dənə ilməni bir-birinin üstündə toxuyub, ondan sonra ipləri gizlətmək. Baxın, mən ədyalı bitirdim. Ədyalımızı bitirdim. İndi qaldı ədyalımızı necə bağlayırıq, onu göstərim sizə. Görürsünüz, ədyalımızı burada bitirmişik. Düzdür? Amma biz bağlamanı ədyalın bu biri tərəfindən edəcəyik. Bağlamanı necə edirik? Bu ilməmiz düz qalır. Bu ilməni bunun içərisinə salırıq və çıxardırıq. İndi yenə də bu ilmə düz qalır. Bu ilməni bu ilmənin içərisinə keçirdirik və dayanırıq. Yenə də növbəti ilməni bu ilmənin içərisinə keçirdirik və bu cür sıra sonuna qədər davam edirik. Baxın, gəldik çatdıq sıra sonuna. Sonuncu ilməmizi də toxuduq. İndi bunu necə bağlayırıq? Qayçımızı götürürük. Bu ilməni bir-birindən ayırırıq. Gözü bu boşda qalan ilmədir ya, toxuduğumuz ilmə deyil. Buradan ipimizi kəsirik. Və bu ipi bunun içərisindən keçirdirik. Və bitmiş olur. İndi bunu necə burada yox eləyəcəm, onu göstərim sizə. Bir dənə milçək götürürük və ipimizi bu cür toxuduğumuz ilmələrin üst hissəsindən toxuyuruq. Gördünüz belə. İndi
və yenidən. Elə eləyirik ki, üst hissəmizə keçməyək. Baxın, belə, belə. Sonra yenə də bura keçirdirik. Bu cür. Görürsünüz? Və bu cür ilməni yox eləyirik. Bu balaca hissə qalmağı heç bir ziyanı yoxdur. Onu da istəsəz gizlədin. Və belə yox elədik. Baxın, elə eləyirik ki, gizlədəndə ön hissəyə çıxmayaq. Bu cür. İndi mən bunu açıq vəziyyətdə də göstərim sizə.